Salam vaxtınız xeyir olsun. Biz bugün 7-ci coğrafya dərsliyindən bölmə 3.2 qitələrin və okeanların relyefi mövzusunun izahına baxacağıq. Gəlin vaxt itirmədən dərsə başlayaq. Avropa və Asiya-Avrasiya qurusunun hissələrdə bu anlayış ilk dəfə qədim Yunanlılar və Mesopotamiyalılar tərəfindən irəli sürüldüyü güman edilir. Onlar yaşadığı ərazi qərbdə və şimal-qərbdə yerləşən Avrasiya ərazilərinin Finika dilində Erebus, sol gün batan, şərqdə yerləşən ərazilər isə Asus, sağ gün çıxan adlandırılmışdılar. Bura qədər dərs oxuduq. Gəlin dərsi yaxından təhlil edək. Dedik ki, Avrasiya qurusunun hansı hissələri vardır? Avropa və Asiya. Bu anlayışı ilk dəfə kimlər irəli sürmüşdü? Yunanlılar və Mesopotamiyalılar irəli sürdüyü güman edilir. Onlar yaşadıkları əraziyə nisbətən götürmüşlər bu bölgünü. Qərbdə və şimal-qərbdə yerləşən Avrasiya ərazilərini Finika dilində Erebus, sol gün batan, yəni baxın bu sol gün batan tərəfi Avropa nəzərdə tutulur. Şərqdə yerləşən hissəni isə Asus, sağ gün çıxan adlandırmışlar. Yəni dedik ki, sol tərəf Avropa, yəni Finika dilində Erebus, sol gün batan, şərqdə yerləşən ərazi isə Asus, sağ gün çıxan adlandırmışlar. İndi isə gəlin dərsimizə davam edək. Burada deyir ki, Avropa və Asiya köhnə dünya adlanır. Digər qrup parçalarından fərqli olaraq Avropa və Asiya böyük məsafədə quru sərhədləri vardır. Qədim Avropalı onların sərhədlərini şərti olaraq müxtəlif relye formalarından keçirirlər. İlk belə bölgü Yunan alimi Strabon və Ptolemey tərəfindən aparılmışdır. Burada da şəkildə bölgünü göstərir. Baxaq, şəkildə daha yaxından baxaq. Avropa və Asiya arasında müxtəlif vaxtlarda qəbul edilən sərhəd xətləri. Ptolemey və Strabona görə, baxın, bu narıncı xəttdə olan qırıq-qırıq xəttlər Strabon və Ptolemey'ə görə bölgüdür. Baxın, bu ərazi. Bu qırmızı ərazi isə 1964-cü ildə Londonda Beynəlxalq Coğrafiya Konqresi tərəfindən qəbul olunmuş sərhəddir. Fikir versə, fərqlər mövcuddur. Üçüncü isə 2015-ci ildə Rusiya, Qazaxıstan və Azərbaycan coğrafiyaçıların Beynəlxalq Coğrafiya İttifaqına verdikləri təkliflər isə, baxın, bu qırıq-qırıq qırmızı xətləri hesab edilir. İndi isə gəlin sualları cavablandıraq. A şəklinə əsasən sualları cavab verin. A-da deyir ki, Ptolemeyin və Beynəlxalq Coğrafiya Konqresinin mən etdiyi Avropa və Asiya sərhədləri necə fərqlənir? Gəlin fərqə baxaq. Şəkilə baxdığımız zaman da görürük ki, həm Ptolemeydə, həm Coğrafiya Konqresinin verdiyi məlumat bölgəyə əsasən müxtəlif ərazilər ya sərhədə daxil edilib, ya sərhəddən kənarda qalmışdır. İlk öncə gəlin biz Ptolemeyin bölgüsünə baxaq. Ptolemeyin bölgüsündə görürük ki, Ural dağları bütünlüklə Asiyaya verilib. Daha sonra Xəzərin yuxarı hissələri götürülüb. Daha sonra baxırıq, görürük ki, Azov dənizindən başlayaraq Xəzərin yuxarı hissələri və Ural dağları daxil olmadan Avropanın sərhədini müəyyən etmişlər. Bu Ptolemeyin bölgüsünə əsasən aparılmışdır. Bəs beynəlxalq coğrafiya bölgüsü necə aparılmışdır? Baxın, Azov dənizi, Xəzər dənizinin şimali sahilləri, daha sonra baxın, gəlir Ural dağları. Bu oldu nə? Uralın şimal, cənub, şərq və qərb yamaclarına qədər olan hissələri götürülmüşdülər. Yəni bu da oldu Beynəlxalq Coğrafiya Konqresinin müəyyən etdiyi sərhədlər. Yəni bu sərhəd nə vaxt qəbul olundu? Beynəlxalq Coğrafiya Konqresində 1964-cü ildə. Bu tarixdə yadda saxlamaq vacibdir. Bu oldu bizim A-nın cavabı. İndi isə gəlin B-yə baxaq. B-də deyir ki, Ptolemey və Beynəlxalq Coğrafiya Konqresinin müəyyən etdiyi sərhədlərə görə Azərbaycan hansı qitədə yerləşir? Baxın, biz görürük ki, baxın, bu Ptolemeyin bölgüsüdür. Bu da Coğrafiya Konqresinin böldüyü bölgüdür. Hər ikisində biz görürük ki, Azərbaycan mütləq şəkildə Asiya qitəsində verilmişdir. Niyə mütləq dedim? Çünki hər ikisində görürük ki, Azərbaycan ərazisi baxın burada yerləşir və xətlərdən kənarda yerləşdiyi üçün Asiya qitəsində hesab olunur. Sonra C-yə baxaq.
2015-ci ildə sənədinə görə Azərbaycan hansı rayonları Avropa qitəsində yerləşir? Baxın, bu məlumatı oxuyaq. Məlumatı təzədən nəzərə yetirək. 2015-ci ildə Rusiya, Qazaxıstan və Azərbaycan coğrafiyaçıların Beynəlxalq Coğrafiya İttifaqına verdikləri təklifə görə, yəni Azərbaycan baxın bu təklifə görə bu hissələri və Qazaxıstan baxın bu hissələri nədir? Avropaya aid hesab edilməlidir. Gəl sərhədi daha yaxından incələyək. Baxın, Rusiyanın Qaradəniz sahilləri, baxın Rusiyanın Qaradəniz sahilləri, Gürcüstanın şimal hissəsi, yəni Qafqaz dağları hissəsi və Azərbaycanın Quba Xaçmaz iqtisadi coğrafi rayonu və Abşeron yarımadasının, yəni Sumqayıt və Bakı şəhərlərinin müəyyən hissələri Avropaya düşür. Qazaxıstan hissəsində isə Ural çayı sərhəd olaraq qəbul edilmişdir. Baxın bu hissə sərhəd olaraq qəbul edilmişdir. Yəni Azərbaycan hansı hissələr mütləq olaraq, yəni bölgəyə əsasən mütləq olaraq Avropa qitəsində sayılır? Bunlar Quba, Xaçmaz, Şabran, Siyəzən, Qusar və Sumqayıt şəhərlərinin bir hissəsi və Bakı şəhərinin qədim bəzi kəndləri Avropa qitəsində hesab edilir. Niyə qədim kənd dedim? Çünki Bakı şəhərinin kəndləri yoxdur. Lakin biz dildə dediyimiz üçün Bakı kəndləri də istifadə etdiyimiz üçün qədim Bakı kəndləri deməyimiz daha düzgün olar. Dərsimizə davam edək. Azərbaycan Asiyada yerləşən bir şərq dövləti sayılır, amma ölkəmiz ilk iqtidarın qovuşduğu yerdə olduğu üçün onu Avropaya da aid edənlər az deyil. Bu səbəbdən də Azərbaycan həm şərq, həm də qərb mədəniyyəti elementlərini qovuşur. Ölkəmiz hər iki qitənin ölkələri ilə sıx əməkdaşlıq edir. Azərbaycan Avropa və Asiya miqyasında keçirilən siyasi, iqtisadi və mədəni tədbirlərə ev sahibi edir. Dedik ki, Azərbaycan Asiyada yerləşən şərq dövləti, Avropada Azərbaycan necə bir dövlətdir? Asiyada yerləşən bir şərq dövlətidir, amma ölkəmiz iki qitənin qovuşduğu yerdə olduğu üçün bu dövlətimiz Avropaya da aid edənlər az deyil. Bunun səbəbi Azərbaycan iqtisadi və siyasi əməkdaşlığını əsasən Avropa dövlətləri ilə edir. Lakin Asiya ölkələri ilə də sıx əməkdaşlıq edir. Buna əsasən müsəlman ölkələrini biz bura misal çəkə bilərik. Daha sonra Azərbaycanda həm şərq, həm də qərb mədəniyyəti elementləri qovuşur. Ölkəmiz hər iki ölkələrlə sıx əməkdaşlıq edir. Azərbaycan dedik ki, həm Avropa, həm də Asiyada keçirilən oyunlara və təşkilatlara ev sahibliyi edir. Daha sonra baxaq. Burada Heydər Əliyev mərkəzini görürük, bir də Qız Qalasını görürük. İndi o şəkillər üzərində də mülahizələrimizi, yəni fikirlərimizi yürüdəcək. İkinci sualda deyir ki, B şəklinin əsası Beynəlxalq Coğrafiya Konqresində qəbul edilmiş səhifələrə görə Asiya və Avropanın ayrılan dağlar, düzənlikləri və subyektlərini dünyanın fiziki xəritəsində müəyyən edin. Gəlin biz bunu, mən xəritəni də açıb göstərməyəcəm. Mən deyəcəm ki, sözünüz tapıb xəritədə qeyd edirsiniz. Gəlin başlayaq. Birinci Ural dağları gələcək, Ural dağları, sonra Mansu çökəliyi gələcək, ondan sonra Xəzərin şimalı, daha sonra baxın bu hissə gələcək və Azov dənizi, Kerç boğazı, Qaradəniz, Bosfor, Dardanel, yəni ortada Mərmər dənizi var, Egey dənizi sərhəd təşkil edəcək. Sərhədləri bir də təkrarlayaq. Ural dağları, sonra Xəzərin şimal hissəsi, Mansu çökəliyi burada var, onu da qeyd edək. Daha sonra gələcək Azov dənizi, Kerç boğazı, Qaradəniz, Bosfor, Mərmərə, Dardanel, Egey dənizi. Egey dənizi burada özünü göstərəcək. Yəni bu da oldu Avropa və Asiyanın fiziki coğrafi bölgüsü, yəni aralandırılan sərhəd. Sonra 3-ə baxaq. Deyir C və D obyektlə Azərbaycan mövqeyi hansı əlaqəsi var? C-də görürük ki, Heydər Əliyev mərkəzidir. Heydər Əliyev mərkəzi görürük ki, qərb üslubunda tikilib, olduqca gözəl və göz oxşayan bir quruluşa malikdir. Heydər Əliyev mərkəzini qərb mədəniyyətinə aid etmək olar. D-də görürük ki, Qız Qalasıdır. Qız Qalası bilirik ki, 12-ci əsrdə tikilib. 12-ci əsrə aid olan bir məmarlıq abidəsidir. Belə desə daha doğru olar.
Həmçinin görürük ki, üzərində şərq elementləri, şərq mədəniyyətinə aid xüsusiyyətləri daşıyır. Buna görə də Qız qalasını biz Asiya mədəniyyətinə aid etməyimiz daha düzgün olar. Yəni şərq mədəniyyətinə aid eləməyimiz düzgün olar. Yəni ölkəmizdə, yəni ölkəmizdə həm Avropa mədəniyyəti, həm də Asiya mədəniyyəti geniş şəkildə yayılmışdır və sintez olunmuşdur. Bunun səbəbi ölkəmizin Avropa və Asiyanın keçisində yerləşməyidir. Sonra 4-ə baxaq. Sizcə Azərbaycan hansı xüsusiyyətlərinə görə Avropa, hansılara görə isə Asiya ölkələri hesab etmək olar? Avropaya görə aid eləmək olar biz siyasi iqtisadi əməkdaşlığımızı, siyasi yaxınlığımızı biz Avropa ölkəsinə aid etməyimiz olar. Lakin Asiya ölkəsinə də aid etməyimizi də mədəni və dil baxımından yaxınlığımızı Asiya ölkəsinə uyğun olduğumuzu qeyd etməliyik. Sonra 5-ci suala baxaq. Siz özünüz Avropa yoxsa Asiyalı hesab edirsiniz? Nə üçün? Bu sual sizin müstəqil sualınızdır. Özünüz bu suala evdə fikirləşərək cavab verə bilərsiniz. Dərsimiz bu qədər. Gələn dərslərdə görüşənədək hələlik.